Salam, vaxtınız xeyirli olsun değerli şagirdlər. Belə bir suala baxalım. Deyir ki, uzunluğu 455 metre olan ipi 7 ilə düz, 3 və 4 ədədləri ilə tərs imtahan hissələrə bölmüşdür. Yəni biz nə etməliyik? 455-i bölməliyəm bu ədədlərin. Məsələn, düz mütənsib deyirsə 7-nin olduğu kimi saxlayıram. Tərs deyirsə biz burada bunları tərsinə çevirməliyik. Burada 455 bölünsün. Bu 3'te 1 ilə 4'te 1'i topladığımız zaman 7 üstə gəlinsin. Burada ortaq məxrəc 12, bura düşəcək 4, burada 3. Bu da elədi 7. Yəni 455 bölünsün 7 tam 12'də 7 şəklini alacaq. Şimdi gətirib burada 455 bölünsün. Mən bunu düzgün olmayan kəsə çevirsəm 12'də olacaq burada 91. Bunu tərsinə çevirsək 455'i olduğu kimi saxlayarıq. Burada 91, burada 12. Bunları ixtisar elədiyimiz zaman burada 5. 5'də 12'ye vurduğumuz zaman 60 alınır. Sonra biz 60'ı buradaki və burada verilən ədədlərin hər birinə vurmalıyım. Yəni 60 vurulsun 7 eləyəcək 420'ye. 60 vurulsun 3'te 1 eləyəcək 20. Bir də 60 vurulsun 4'te 1 bərabərdir 15. Bizə də kiçik ədədi soruşduğuna görə cavabımız A variantı edəcək. Bu tür videoların ardının gəlməsini istəyirsinizsə videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.